Dadlı və tez hazırlanan piroq resepti bölüşürəm sizlərlə. Qabın içərisinə şəkər tozu, yumurta, şəkərli vanil əlavə edib mikserlə qarışdırıram. Bütün ərzaqların ölçüsünü videonun açıqlama bölməsində qeyd edəcəm. Sonra içərisinə qatıq, duru yağ, qabartma tozu, un əlavə edib təkrardan un topacıqları qalmayacaq şəkildə qarışdırıram. Xəmir artıq hazırdır. Mən belə bir qəlibin içərisində bişirəcəyim üçün kənarlarını ilk öncə xəmirlə belə örtürəm. Təxminən 1-2 dəqiqə xəmir quruyana qədər sobaya qoyuram. O mərhələni etdim ki, kənarlarından xəmir daşmasın bişərkən. Xəmir quruduqdan sonra içərisinə qalan xəmiri əlavə edib təkrardan 180 dərəcə qızdırdığım sobaya qoyuram bişməyə. Piroq artıq hazırdır. Qəlibin içərisindən çıxardıram. Ortadan 2 hissəyə bölürəm. Piroq xəmiri olduğu üçün əlinizə götürərkən biraz qırılmalar ola bilər. Bu normaldır, narahat olmayın. Yığdıqda heç biri görsənməyəcək. Orta hissəsindən belə çəngəllə biraz ovuntusundan yığıram. Bunu üzəri üçün istifadə edəcəm. Piroqun bir hissəsini qoyub üzərinə bişmiş qatlaşdırılmış süd əlavə edib çəkirəm hər tərəfinə. Sonra qalan hissəsini də qoyub üzərinə yenidən bişmiş qatlaşdırılmış süd çəkirəm. Ən sonda içərisindən ayırdığım ovuntunu üzərinə səpirəm. Və budur, artıq piroqumuz hazırdır. Çox dadlı olur, sizə də mütləq hazırlamanızı məsləhət görürəm. Həm asandır, həm də ki, çox dadlıdır. Əgər videomu bəyəndinizsə, bəyən düyməsinə basıb dostlarınızla paylaşmağı, abunə olmağı unutmazsanız çox sevinərəm. Yeni video reseptlərlə görüşmək üzrə inşallah. Sağlıqla qalın.